Sən hansı sənətdən bəhs edirsən? Sənət deyəndə hansı sənət? Müğənni, Hansı incə sənət? Nə incə sənət? Sənin incə sənətdə nə bilirsən incə sənətdə? Oxuduğun notlar əlbəttə, mən bu təhsilini almamışam, amma Allah'a qurban olum. Bir dəqiqə qulaq as. Canlılar açıb, videolar açıb, mən sənətkaram, illərin müğənniləri özlərinə qayıdıb sənətkaram, sənətçi demir. Demir özüm üçün demirəm ki, deyirəm yaxşı deyirəm. Sən Demirəm ki, əcəb edib deyirəm. Mən sənətkar yox, belə sənətkarın ən tikiyəm. Sənətkar yox, belə sənətkarın ən tikiyəm. Qəbul edirəm, Sən deyirsən ki, mən musiqiciyəm, mən sadəcə mənim bir dənə bacarığım var, mənim səs bacarığım var, mənim hobbim olaraq mən musiqi səsləndirirəm, mahnı oxuyuram. Bu mənim hobbimdir. Amma mən sənətçiyəm deyil. İnsanların gözünü özünü aşağı salma. Sən sənətçi deyilsən. Sən sənətkar deyilsən. Sən sənətçi olsaydın, sən qəşəng bax danışıq üslubun, dialoqun, bax danışıq üslubun çox gözəldir. Çox savadlı şəkildə danışırsan. Amma sənət baxımına gələndə insanlarda gülünc yaratmaz. Sən sənətkar deyilsən. Sən əgər o elə bir sferada olsaydı sən durub sənətçilərə söz deyərdin. Keçən dəfə bütün videoların çıxmışdı sənətçilərə nələr deyir. Kız belki ince sənət falan tutarız. Heç yeri bitir. Ona görə sənət lazım deyil. Mahnı oxumaq üçün ali savadlı olmağa gerək deyil. Mən yox deyəm, mən heç izləmirəm onları. Məni kim bəyənir, ömrümə heç izləmirəm. Alican, qulaq as. Sənin səsin Mahnı varsa. oxumaq üçün ali savad lazım deyil zaten. Savadlı olmaq lazım deyil mahnı oxumaq üçün. Əgər sənin musiqi duyumun varsa, ola bilərsən. Amma ən azından öz üstündə işlə də. Deyirsən ki, mən sənətçiyəm, mən mahnı oxuyuram. Tərrədi, yetim tərrədi. Get heç olmasa bir müəllim yanına da ay sağ qazanırsan, deyirsən gedirəm, qazanıram. Bir 50 manat, 60 manat yanına get, bir salfeca təhsili al. Bir ən azından bir nə bilim, bir pianino notlarını get öyrən. Kargo bu da o dondurmacının o belə o yoxdur əlindəki şlankırını, o belə Allah'ın Deyirsən qabağa getmək istəyirəm. Az yox o dondurmacının qabağında burcutduğuna getib bir müəllim yanına bir dərs alaydın Bir ya. səs not öyrən, notları düzgün vurmalı. Biraz problemlərim var. Problem sənsən, özünsən problem. Özünü səyliyə qoyma. Əgər qabağa gedib nəsə oxumaq istəyirsənsə, get salfeca təhsil al. Bir musiqi alətinin ən azından bir 5 notunu öyrənə bil. Al bir saksafon əlinə. Bəsdir da ətli saksafon. Get bir alət al əlinə, saksafonu al. Bir heç olmazsa darbuka çal. Darbuka çal. Bir piyanir çal. Sənətçiyəm deyə düşmə ortalığa. Sən sənətçi deyilsən. Hayatım yani olmaz.